Sabahın xeyir dostlar. Səhər saat 7:45 bazar günü Astaradayam. 6'da oyandım ve bu arkamda gördüğünüz deniz kenarı bulvarında 1 saat qaçdım. Bizim bura səfərimizin 2 məqsədi var. Ağır Atletika Federasiyası olarak müasir idman zalının açılışı ve holdingimizin bu saldığı bulvarda qapalı əyləncə mərkəzinin açılışına geldik biz bura. İllərdir bu həyatı sürürəm. Səhər saat 6'da, 7'də, qaranlıqda, qarda, qışda oyanıram, qaçıram. Amma hər dəfə bunun çətinliyini yaşayıram. Həyat mübarizədir və biz bu həyat mübarizədir sözlərini adətən səhv anlayırıq. Həyat digərləri mübarizə deyil. Həyat bizim özümüzlə mübarizədir, öz nəfsimizlə, öz zəifliklərimizlə. İllərdir bu həyatı yaşamağıma baxmayaraq hər dəfə oyanmaqda çətinlik çəkirəm. Amma mən bilirəm ki, mənim hər dəfə səhər saat 6'da durub idmanla məşğul olmağım mənim ruhumun və bədənimin gücü deməkdir. İnsanlar tanıyıram ki, illərlə xarici dil bilsəydim karyeram inkişaf edərdi deyir. Amma hər gün axşam işdən sonra 2 saat, 3 saat serial, futbol, əyləncə proqramlarını izləyib öz həyatını həqiqətən də sözün tam mənasında yandırır. Hər gün 1 saat, 1 saat yarım özünü axşamları işdən sonra məcbur etsə xarici dil öyrənməyə, həyatında 1 il sonra köklü dəyişikliklər baş verəcək. Səhər saat 6'da oyanmaq çox çətindir, sabahın xeyir. Səhər saat 6'da oyanmaq həqiqətən də çox çətindir. Amma idmanla məşğul olmaq, özümüzü məcbur etmək buna bizim ruhumuzu və bədənimizi gücləndirir. Ona görə mən hər kəsə öz zəiflikləri və nəfsi üzərində ən böyük düşməni olan özü üzərində qalib olmağı və güclü olmağı arzulayıram. Sağ olun.